Hər vaxtınız xeyir olsun, əzizlərim. Bu günləri bizdə ofisdə müştəri günü keçirilir və bilirsiniz ki, çox maraqlı bir prosesdir bu. Müştərilərimiz gəlmişdi və master-klass keçirdiyimiz zaman biz degustasiya edirdik. Adətən bu çaylarla ola bilər və bugün isə pik, deməli, təbii yer alması. Baxın, necə biz onu bu günləri qarışdırmışıq və içmişik. Baxın, yarım stakan qatıq. Baxın. Və pik. Bir balaca. Baxın, qarışdıraq. Çox dadlı bir şey alınır. Deməli, pikin xüsusiyyətləri ilk öncə immunitet üçün çox yaxşıdır. Sonra isə mədə-altı vəzi tənzimləyir fəaliyyətini. Eyni zamanda deməli, həzm prosesini bərpa edir. Kimdə köp var, çox yaxşıdır. Yüngül antiparazitar funksiyası var. Yəni, bunu hamı içməlidir, uşaqdan böyüyə. Baxın. Baxın, belə dadlı bir şey alınır. Hamınız belə istifadə edin.